Rəhmətli Heydər Əliyevlə də mən bilirəm ki, sizin çox yaxın ünsiyyətiniz olub. Hələ sağlığında o vaxt Heydər Əliyev ikinci dəfə Sosialist Əmək Qəhrəmanı fəxri adını alanda o dövrün qaydalarına görə büstü işlənmişdi və o büstü də siz yapmışdınız, necə deyərlər, siz işləmişsiniz. Heykelin yeri en vacip şeydi. Ben oraya gelende Rafael Hanaliç de onun gider için köməkçisi. O da gelip oraya. Orada alov var. Rafael Allahverdiyev də rəhmətlik. Orada alov var. Biz gelmişik oraya. Harda o büst olacak? Ben dedim, la bakırdı. Sen ne diyorsun? Ben gider Aliç'i diyeceğim, la bakırdı. Ben diyebilmem. Bəs necə? Bax, burada olsun. Mən Rafael Hanaliç dedim ona. O dedi, yox. Mən Gedər Əliç deyəcəm ona. Yox, mən deməm. Gedər Əliç gəlib bura. Gedər Əliç. Lap, sразу. Soruşdun, Gedər Əliç. Harada siz görürsünüz bu iş olsun? Mən deyirəm burada. O dedi, yox. La baxır. La baxır. O siz dediyiniz yer. Ha, müdrik idi ya.